Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində Kərbəla vaqiəsinə əsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi ilahi ibrətdir. Qonağımız isə ilahiyyatçı Ruslan Rəhimovdur. Ruslan bəy, xoş gördük sizi. Çox sağ olun, minnətdaram. Allah köməyiniz olsun, dəvətiniz üçün. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Ümumiyyətlə, İslam dininin özü, İslam dünya görüşü elə öz-özlüyündə bir ibrətdir. Necə deyərlər, gör-götür dünyasıdır ki, milyonlarla ibrətlər, milyonlarla dərslər, nümunələri götürə bilərik ki, ələlxüsusda Qurani Kərim ki, öz təravəti ilə bugünə qədər də elə nümunələrlə aşkar şəkildə zəngindir. Amma mövzumuz Kərbəla vaqiəsidir və Quran da Əhl-i Beyt bir-birindən ayrı olmadığı kimi İmam Hüseyn əleyhissalam da Ali-Əbanın üzvü, o da eyni ilə onun da faciəsi də, qəhrəmanlığı da, şəhidliyi də eyni ilə Qurani Kərim kimi nə qədər vərəqləsə ibrətlər çıxacaq. Elə sualımız bu cəhətdə ondan ibarətdir ki, biz Kərbəla Sədasına baxanda ilk növbədə bir zahiri faciəyə görürük. Amma necə olmuşdur ki, Kərbəla vaqiəsi bir faciədən həqiqətən də ilahi ibrətə çevrilmişdir? Bu haqda lütfən. Bismillahirrahmanirrahim. İlk bir daha təşəkkürümü bildirirəm mənə dəvət etdiyiniz üçün, xüsusən də bu mövzu ilə bağlı. Bilirik ki, ümumiyyətlə İmam Hüseyn əleyhissalam Əhl-i Beyt imamlarından biridir. Düzdür. Məsələn, imamlardan biz tanıyırıq, tanımırıq. Hər bir halda İmam Hüseyni hansını tanımasaq da, adını eşitmiş olmasaq da və yaxud da ki, 12 imam var. 12 imam var, bunun hamısını bilsək. Amma içlərindən ola bilər ki, mümkündür ki, hansısa birinin adını kimsə tanımasın. Təbii ki, ənənəvi Əhl-i Beyt yolunu davam etdirən şəxslərdən gedir söhbət. Əlbəttə ki, möminlər, dindarlar bu kimi məsələlərdən xəbərdardırlar. Amma İmam Hüseyn əleyhissalam ad olaraq çox məşhurdur. Yəni İmam Hüseyn deyənə hamı bilir ki, imamdır. Və Kərbəla faciəsi kimi bir hadisə İmam Hüseynin başına gətirilib. Kərbəlada baş verən hadisə İmam Hüseynin başına gətirilib. Bu vaqiə, bu faciə, mən deyərdim ki, ilk öncə bu bir faciə idi, sonradan ilahi ibrət kimi bizə gəldi. Yox, mən belə düşünmürəm. Bilməm, siz də məndən razısınız ya razı deyilsiniz. Hər bir halda İmam Hüseyn əlbəttə ki, Allahın övliyasıdır. Əhl-i Beyt imamlarından üçüncüsüdür və bu bütün atdığı addımların hamısı hesab kitaba uyğundur. Allahın istəyinə uyğun addımlardır. Düzdür, İmam Hüseyn əleyhissalam Kərbəlada başına gətiriləcək işlər bunu ağılla oturub təhlil eləsə bir yerə çıxardarıq əlbəttə ki. Çıxardarıq ki, doğrudan İmam Hüseyn əleyhissalam düzgün addımlar atıb. Ən azından öz dərkimiz qədərində. Dərkimiz qədəriyizə, tam-tamlığı ilə də başa düşə bilmərik, çünki o Allahın höccətinin atdığı addımlardır. Amma götürək məsələn Qərb alimlərinin fikirlərini götürsək burada, bəzən də rast gəlmişsiniz, yəqin ki, siz də rast gələrsiniz. Bəzən görürsən, təhlil edəndə o yeri çıxarda bilmirlər məsələni. Çünki məsələni mənəviyyatı kənara qoyub, maddiyyatla ölçdükdə tamamilə İmam Hüseyn əleyhissalamın hərəkatı %100 onların başa düşə bilirlər, o qədər başa düşə, lazımı qədəricə başa düşə bilməyiblər təbii ki. Niyə? Çünki məşhurdur da 72 nəfər deyilik. Düzdür, başqa sayılar da deyilib, amma hər bir halda yəni çoxu keçmirdi. Yəni 100-dən yuxarını keçmirdi İmam Hüseyn əleyhissalamın əshabı, Kərbəlada şəhid olan əshabı. 100-dən yuxarını keçmir. Amma qarşı tərəf nə qədərdir? 30 min. Qarşı tərəf 30 min düşməndir. İmam Hüseynə qarşı gəlib. Bunu bir adam mənəviyyatı olmadan, mənəviyyat tərəfini düşünmədən oturub təhlil eləsə, bəzi ictimai siyasi məsələlər çıxardar ortaya. Amma həqiqətdə bu addımı uğurlu qəbul edər, uğurlu qəbul eləyər. Düzdür ya, bu bəzilərinin də haqqına girməyim. Doğrudan da İmam Hüseyn əleyhissalamın atdığı addımları uğurlu qəbul edən böyük şəxsiyyət, böyük adamlar var. Düzdür. Bu şeyləri təhlil edərkən böyük adamlar var. Nə qədər dünyada islahat işləri ilə məşğul olan şəxslər var ki, hansısa bir cəmiyyəti, hansısa bir ölkəni, hansısa bir milləti zülmdən çıxartsın və müjdə versin ki, mən İmam Hüseynin müjdəsi ilə gəlmişəm. Müsəlmanların bir İmam Hüseyni var ki, onun müjdəsi ilə gəlmişəm. Sizə azadlıq İmam Hüseynindən öyrənmişəm, deyir mən bunu. Belə adamlar da var, belə adamların haqqına girməyək. Amma ümumi olaraq bu baxımdan götürsək ki, mənəviyyatı qoysaq bir kənara, maddi məsələlərlə təhlil eləsək hər bir şeyi, bunu o qədər də yaxşı nəticəyə gətirib çıxarda bilməzlər.
məsələni gətirib çıxara bilməzlər. Zahiri bir faciə qalacaq. Amma ona görə deyirəm ki, mən bunu faciə kimi, ancaq faciə kimi götürmürəm. Çünki bu Əhl-i-Beyt imamıdır, Allahın höccətidir və atdığı bütün addımlar hamısı Allahın istəyinə uyğundur. Allahın istəyinə uyğundur. Nəinki biz ümumiyyətlə ariflərin barəsində danışanda, Əhl-i-Beytdən öyrənib mənəviyyatda yüksək zirvələri fəth edən şəxslərin barəsində danışanda dedik ki, onlar bir yerə çatırlar ki, artıq onlar nəfslərini elə bir şəkildə ayaq altına qoyurlar ki, onların istədikləri onsuz da pis şeylər olmur. Pis şeylər olmur. Gəl ki, indi hələ bunu öyrədin İmam Hüseyin olsun. Böyük adamlar yəni bunu İmam Hüseynindən öyrənirlər. İmam Hüseynin atdığı addımların hamısı ağla, məntiqə və Allahın istəklərinə uyğundur təbii ki. Uyğundur. Ona görə deyirəm ki, bu nəinki əvvəl faciə idi, sonradan ibrətə çevrildi. Yox, İmam Hüseyin ta Mədinədən Kəbənin həcc ziyarətinin yarımçığı qoymasından, yarıda kəsməsindən, Mədinədən çıxmasından, ta Kərbəlaya qədər bütün atdığı addımların hamısı hesab kitaba uyğundur. Ona görə deyirəm ki, əvvəlindən ibrətdir. İbrəti idi. Sadəcə olaraq dünyada nəticə belə görsənir. Neyniyək? Nəticə bu dünyanın naqisliyidir. İmam Hüseynin bu hərəkətini faciə kimi göstərir insanlara. Ki, Mədinədən çıxanda İmam Hüseyin əleyhissalam bir adamlar var idi. Kimlər qoşulacaq İmam Hüseynə, kimlər qoşulmayacaq İmam Hüseynə. Bilirik də gələnlər də çox idi. Yolda yarısı tamamilə qayıtdılar. İmam Hüseyin az bir adam. O 72 nəfərdə hələ yolda qoşulanlar idi. Onlardan biri məsələn həmin o Zuheyr idi ki, İmam Hüseynin özü onu, nəsə var idi onda, onu çağırdı və gətirdi bir kəlməsi ilə İmam Hüseynin xeyməsinə daxil oldu, çıxdı, dedi ki, mən artıq İmam Hüseyni tək qoya bilmərəm. Halbuki İmam Hüseynindən kənar qaçırdı. İstəmirdi ki, İmam Hüseyni görsənsin. Amma Mədinədən çıxanda da, bunu mən bir gedirdə yazmışdım bir dəfə, iki dənə İmam Hüseyin əleyhissalama yanaşma tərzi var. Daha doğrusu, yəni o şəxslərinə, İmam Hüseyin ki, Kərbəlaya gələndə İmam Hüseyinə qoşulanlar arasında iki dənə fikir sahibləri var. Biri bu idi ki, İmam Hüseyini bəziləri sevirdilər, deyirdilər getmə. Bir dəstə bu idi. Məsələn, onlardan indi ad çəkməyim, ad qeyd eləməyim, nə qədər indi ola bilər barəsində çox danışmaq vaxtımız olmaz, ona görə də yanlış anlaşılma olur. Amma hər bir halda İmam Hüseyinə bəziləri var idi ki, doğrudan İmam Hüseyini sevirdi. Məsələn, Yəmənə getməyə təklif edirdilər ona, dedilər Kərbəlaya getmə. İmam Hüseyin də bilirdi də, onsuz da Kərbəlada hansı hadisə baş verəcək. Onlar bilirdisə, İmam Hüseyin onlardan 100 qatını, daha çoxunu qəşəng bilirdi. Amma bir dəstə də var idi. İmam Hüseyinə getmə deyirdi, amma özünü İmam Hüseynin ağıllı hesab edirdi. Özünü İmam Hüseynin ağıllı hesab edirdi. Hər iki halda nəticə bundan ibarətdir ki, bu iki dəstənin ikisi də İmam Hüseynin karvanında yoxdur. İmam Hüseynin karvanında yoxdur. Yəni bu cür ağıl sahibləri var idi. Bu cür təhlil edirdilər və İmam Hüseynin Kərbəlaya getməsini hansı yöndən də olsa məsləhətli bilmirdilər. İmam Hüseyin bu addımı atır. Bilir başına hansı işlər gələcək. Amma siz təsəvvür edirsiniz, 1000 ildən çoxdur keçib, bu gün oturmuşuq burada, biz İmam Hüseyindən danışırıq. O bir hadisə var ya tarixdə, Həzrəti Peyğəmbərin barəsində ki, Həzrətə nələri təklif edir həmin o müşriklər, əllərində çox qüdrət var idi onların bir vaxtda təbii ki, Həzrəti Peyğəmbərin Məkkə dönəmində. Mədinə dönəmindən sonra tamamilə onlar yavaş-yavaş onların əlindən çıxdı hər bir şey. Məkkə dönəmində ki, onların qüdrətli vaxtları idi, Həzrəti Peyğəmbərə nələr təklif edirdilər. Həzrəti Rəsulullah qəbul eləmirdi. O bir məşhur sözü var, günəşi sağ əlimə, ayı sol əlimə versəniz, yenə də dəvətimdən əl çəkmərəm. Peyğəmbər çox uzaq görəndi də. Bəli. Çox uzaq görəndi. O vaxt qəbul eləsəydi o məsələni, ola bilər dünyadan nəsə maddi olaraq nələrsə olacaqdı, amma bu günlərim onun dini bizə çatmayacaqdı. Həzrət Peyğəmbər onu qəbul etməməyindən bizə nə böyük bir miras qoyub. Nə böyük bir miras qoyub ki, bütün addımlarını bizə məsləhət bundan ibarətdir. Ümumiyyətlə, bütün addımlarını tək-tək izlə və hansı yola ayaq qoyubsa o yola ayaq qoyub. Yəni, Həzrət Rəsulullahın bizə gətirdiyi məsələlər budur. İmam Hüseyin əleyhissalamda belə. Gərək qoşulaydılar, amma qoşulmadılar hər bir halda. Bəli. Amma məqsəd nədir? Əvvəlindən ilahi ibrətdir İmam Hüseyin əleyhissalamın atdığı addımlar hamısı. Nəinki faciə idi, sonradan ibrətə çevrildi. Belə deyil. Tarixdə nə qədər hadisələr var. Bəlkə də Kərbəladan çox qətliam törədilmiş hadisələr var.
Bəlkə də ola bilər, axtarsaq, bəlkə də hansısa bir yerdə ola bilər ümumi kütlə şəklində filan. Hər bir halda da yəni ciddi şəkildə tarixdə faciələr var. Amma heç bir İmam Hüseyn qədər anılmır. Niyə? Çünki İmam Hüseyn atdığı addımın hamısı əvvəlindən hesab kitaba uyğun idi və Allah onu insanlara sevdirdi. Allah onu sevdirdi də demək istəmirəm. Allah baxdı ki, İmam Hüseyn belə addımlar atdı və bu addımlara görə mən də səni sevdirirəm. Yox, Allahın təəssübkeşliyi yoxdur. İmam Hüseyndən başqası ata bilmir bu addımı. İmam Hüseyndən başqası ata bilmir bu addımı və bu addımları atmağın nəticəsi də budur ki, insanlar onu sevməlidirlər. Başqa yolu yoxdur. Yəni başqa çıxış yolu qalmır. Sevməkdən başqa çıxış yolu qalmır. Və bir də bu məsələyə toxunum ki, əslində mənim hədəfim daha doğrusu budur. Bura qədər gəlmək istədim ki, burada həmin o məsələlərdən danışım. Hidayət dinimizin əsas məsələlərindən biri hidayətdir də. Yəni din ən böyük çağırışıdır. Din bizə ibrətdir. Din bizə İmam Hüseyn əleyhissalamın atdığı addımdan hamısı bizim üçün ibrətdir. Niyə? Biz hidayət olaq. Hidayət özü ümumiyyətlə iki cürdür. Başa düşdüyüm bundan ibarətdir ki, hidayət iki cürdür. Bir var minimal bəndəçilik, biri var maksimum bəndəçilik. Minimal bəndəçiliyə nələrə aid edə bilərik? Minimal bəndəçiliyə aid eləyəcəyimiz məsələ nə qədər doğru anlaşılaram, nə qədər yox, inşallah ki, çatdıracam məsələni. Quran bizə minimal bəndəlikdən danışıb. Düzdür ya, böyük hidayətdən də danışıb, maksimum hidayətdən də danışıb, maksimum bəndəlikdən də danışıb. Ki, ikinci məsələ ona toxunacam Allahın köməkliyi ilə. Quran bizə minimal bəndəlikdən danışıb. Bu hansıdır? Nədir? Nə qədər nümunələr var? Quran bizə deyir ki, qeybət eləməyin, yalan danışmayın, ata-anaya yaxşılıq eləyin, valideynlərə itaət eləyin, özünə itaətdən danışır, nə edir? Bu məsələlərin hamısını danışır. Hətta bura nələr sala bilər? Namaz qılın deyir, oruç tutun deyir. İnsan bununla minimal bəndəçilik edə bilər. Əslində qalsa doğru buyurursunuz ki, bunlar hamısı əslində bütün İslamı, Allahın vəhyini müqayisə eləyəndə formal xarakter daşıyır. Yəni zaten belə olmur. Mütləq şəkildə. Baxın, ümumiyyətlə sözü qoyub sözə keçirəm. Bütün müsəlman ümmətinin Kəbə ilə bir problemi var? Yoxdur. Bütün müsəlman ümməti qəbul edir ki, Allah evidir. Həzrəti İbrahim tikib, oğlu İsmail Peyğəmbərlə ərsəyə gətiriblər və biz də bu gündən Allahın əmrini icra edirik və ziyarət edirik. İndi düzdür, bəzi alimlərlə fikir var, Həzrət Adəmdən gəlmədi. Hər bir halda iki fikir də var. Amma hər bir halda Həzrət İbrahimə qədər də olsa, yenə də çox qədimdəndir, eramızdan əvvələ aiddir. Və Kəbənin barəsində hansısa bir ixtilaf yoxdur. Hər kəs yekdil şəkildə qəbul edir ki, Kəbə Allahın evidir. Beytul Həram Allahın evidir və burada heç kəsin ixtilafı yoxdur. Amma bəzi məsələn, Peyğəmbərin özündə də hətta ixtilaf yoxdur. Təsəvvür edirsiniz? Peyğəmbərin özündə də hətta ixtilaf yoxdur. İxtilaf gəlir. Bəlkə ifadə düz olar, olmaz. Sanki Əhl-i Beytdə ixtilaflı məsələlər ortaya düşür. Rəy müxtəlifliyi. Rəy müxtəlifliyi deyək də, bəli, fikir ayrılıqları deyək. Düz deyək, bütün müsəlman ümməti təbii ki, Əhl-i Beyti qəbul edir. Amma indi qəbul eləmənin özünün fərqliliklərini hansı cür qəbul edirlər, bu başqa məsələlərdir. Amma hər bir halda Əhl-i Beytə, Həzrəti Əliyə xüsusən də heç kəsin münasibəti pis ola bilməz. Bütün İslam ümməti içərisində. Çünki əlimizdə lazım olacaq qədər dəlillərimiz var bizim. Ondan da əlavə. Elə ən azından Peyğəmbərin səhabəsi kimi götürsək, kimin Həzrət Əliyə qarşı münasibəti pis ola bilər ki? Bəli. Hələ yeri gələndə deyirlər ki, biz Əhl-i Beyt ardıcılarından çox sevirik. Bəli. Yəni bu sözü də ifadə edirlər. Hidayət dedik ki, iki cürdür. Minimal və maksimum. Minimalı dedik ki, Quran bizə lazım olduğu qədəricə çatdırır. Maksimumu da çatdırır. İkinci məsələdə onunla danışacağam. Amma bunun içərisində dedik nələr var? Allah bizə əmr edib həcc ziyarəti, Allah bizə əmr edib ata-anaya yaxşılıq, onlara itaət eləmək, qeybət etməmək, nə qədər məsələləri sayaq. Hətta dedik namazı da, orucu da, bu kimi məsələləri də bunun içərisinə salaq. Əslində o Kəbə məsələsində də oradan qayıtmışdıq. Ancaq ritualı yerinə yetirməkdən ibarətdir ki, bu din yox. Ancaq ritualı yerinə yetirməkdən ibarət deyil. Bəs nələr var bunun içərisində? Quran necə deyir Fatihə surəsində hər gün namazda da oxuyuruq. İyyəkə nə'budu və iyyəkə nəstəin. Sən yalnız sənə ibadət edirsən, yalnız səndən kömək istəyirik.
İhdinə sıratal müstəqim, bizi doğru yola yönəlt. Sonra deyir, o şəxslər ki, nemət vermisən, yolundan azmışların yox, nemət verdiyin kəslərin yoluna yönət bizi deyir. Biz hər gün namazda bunu Allahdan istəyirik. Nemət verdiyi kəslər kimdir? Bunun ən kamili təbii ki, Əhl-i Beytdir də. Peyğəmbərdir və məsum imamlardır. Xanım Zəhra Durayət, 14 məsum. Nemət verdiyi kəslər budur. Ki, biz hər gün Allahdan Allahın bizi onların yoluna hidayət eləməsini istəyirik. Bu şəxslər kimdir bəs? Bu şəxslərin niyə hidayət olmalıyıq bunların yoluna? Özümdən demirəm, amma sonda bir dənə də ayə var, nəzərimdədir ki, onu gətirəcəm inşallah. Məşhur ayədir. Son vaxtlarda demək olar ki, çox adamların da danışığında bu ayəni eşidirəm. Həmin o hidayət, hər bir qövmün hidayət edən məsələsi ki var, o məsələdir də. Ki, yəni, maksimum hidayəti də bizə Allah deyib. Maksimumu. Bəzi məsələləri açıqlayıb, bəzi məsələləri isə deyib və deyib ki, onlara tabi olmaqla siz bu yerləri fəth edə bilərsiniz. Ki, biz onlardan biri deyirik İmam Hüseyin əleyhissalamın özüdür. İmam Hüseyin əleyhissalamın yaratdığı həmin o qovğadır, nə bilim, o hadisədir, Kərbəladakı hadisədir ki, İmam Hüseynin başına gətirdilər. Biz bunun vasitəsilə hidayət ola bilirik. Özə maksimum hidayət. Tək İmam Hüseyin deyil, və bu bütün Əhl-i Beytə aiddir. Bütün Əhl-i Beytə aiddir. Və bir də bunu bilək ki, İmam Hüseyin əleyhissalam həmin o 5 şəxsdən sonuncusudur. Bəli, Ali-Əbad. Ali-Əbadan sonuncusudur. Elə bunu xanım Zeynəbin sözlərində də görə bilərik ki, xanım Zeynəb ona bəzi ithaflarında, bəzi sözlərində Peyğəmbəri görmüş adam idi də Həzrət İmam Hüseyin əleyhissalam. Həzrət Əlini, xanım Zəhranı, İmam Həsəni, xanım Zeynəb sanki onların dəhtini İmam Hüseyndən alırdı. Amma Kərbəlada İmam Hüseyin, yəni o 5 şəxsdən sonuncusu idi ki, onu o formada şəhadətə yetirdilər. Və bu, bizim böyük hidayətimizə səbəb olacaq işlərdən biridir. Böyük hidayətimizə, maksimum hidayətimizə səbəb olacaq işlərdən biridir. Ümumiyyətlə, Əhl-i Beyt imamlarının hamısının ünvanında işlətmək olur bunu. Digər imamların barəsində ola bilər, lazımı qədər tarixi məlumat varsa da o qədər danışılmır. Bəli. Varsa da ən azından Həzrət Əli qədər deyil, İmam Hüseyin qədər deyil. Deyil. Amma digər imamların biz nəyə qadir olduğunu İmam Hüseynin ünvanında görə bilirik. İmam Hüseynin varlığı ilə İmam Hüseynin həyata keçirdiyi hadisələrlə bilə bilirik. Bunların hamısını müşahidə edə bilirik. Və İmam Hüseynə qədər bəs necə oldu ki, Kərbəla vaqiəsi baş verdi? İmam Hüseynə qədər hansı proseslər getmişdi? Hansı proseslər getmişdi? Ki, bizim böyük hidayətimiz bununla həyata keçəcəkdi. Amma pillə-pillə, yavaş-yavaş gətirdilər bu məsələni. İnsanlar lazım olduğu qədərici anlamadılar. Məsələn, deyə bilərik də, biri Qədirxum. Allah və Peyğəmbəri əl-ələ verdiyi məcazi desək, məcazi mənada. Həzrət Əlinin vilayətini insanlara çatdırdılar. Amma nə qədər riayət olundu Əleyhisselamın həmin o Qədirxumdakı hadisəsi? Nə qədər əməl olundu? Orada gəldilər, beyyət elədilər, Həzrət Əlini təbrik elədilər. Amma sonradan, nəticə o qədər də ürək açan deyil. Bəzi xüsusi şəxslər qaldılar, qalanları Həzrət Əlinin ətrafından çəkildilər. Və Əli əleyhissalam məcburi şəkildə nələr işlər həyata keçirdə bilərdi, insanlıqla hansı işləri həyata keçirdə bilərdi, amma lazımı qədər başa düşülmədi deyə gəldi, hansı işlərlə nəticələndi. Yenə də Həzrət Əli əleyhissalamdır ya, Həzrət Əlinin şənindən heç nə azalmır. Həzrət Əlinin bir imaməti var, bir xilafəti var. Daha doğrusu necə deyim də, bunu belə ifadə edeyim. Bəzən biz imam və xilafət qarşılıq salmayaq da bu məsələni. Allah tərəfindən təyin olunmuş höccəyyəti var, var. İnsanların başına da xilafətə gəlməlidir. Amma gəlmirsə bu Həzrət Əlinin höccəyyətində heç bir problem yoxdur. Əli əleyhissalam elə olduğu kimi qalıb. Və elə onun nailiyyətidir, onun uğurudur ki, biz bu gündən Həzrət Əlinin vilayətini qəbul eləmişik. Deməli, Həzrət Əlidən bu şeyi Allahdan olan bir şeyi ala bilmədilər. Amma lazımı qədər davranmadılar Peyğəmbərin həmin vəsiyyətinə, Quranın vədinə ki, bugün sizin dininizi kamil etdim, buna tabi olmalısınız. Bu məsələyə lazımı qədər layiqincə davrana bilmədilər. Ondan sonra İmam Həsən gəlir. İmam Həsəndən necə davrandılar? Təbii ki, bu da məlumdur. İmam Həsənlə lazımı qədər davrana bilmədilər. İmam Həsən əleyhissalam axırda məcbur oldu Muaviyyə ilə sülh imzalamağa. Tək qalmışdı. Tək qaldı.
Muaviyə ilə sülh imzalamaq. Hələ İmam Həsəni qınadılar. Qınadılar ki, sən Muaviyə ilə niyə sülh imzalayırsan? Amma Allahın höccəti o bilir nə etmək lazımdır. Çünki tək qalmışdı. Bir də maraqlı yanaşma var. Ola bilər sözdən başqa sözə də keçirəm, amma nəzərimə gəlir bu məsələlərdən danışım da. Allahın ümumiyyətlə işləri qəribədir. İşləri qəribədir. Daha doğrusu qəribə oturub ağılla təhlil eləsən, hamısı riyazi hesablamalarına yerbəyerdir ya. Amma zahirən görürsən ki, bəzən nələrsə başa düşülməyən kimi və yaxud ki, ziddiyyətli kimi görsənə bilər. Əslində isə heç bir ziddiyyət yoxdur. Həzrəti Əli əleyhissalam deyir, gedək döyüşə, insanlar çağırır. Deyirlər, indi istidir. Bir dəfə gəlir, deyirlər, indi soyuqdur. Bir dəfə gəlir, deyir, falan problem var. Məsələn, bir yolla Əli əleyhissalamın çağırışını qəbul eləmirlər. Artıq vəziyyət o yerə gəlib çatır ki, insanlar zülmü başa düşürlər. Onlara olunan zülmü başa düşürlər. Amma Həzrət Əlinin ədalətindən xəbərsizdirlər. Əleyhissalamın ədalətini lazım olduğu qədəricə başa düşmürlər. Gəlirlər Həzrət Əlinin qapısına ki, gəl artıq bizə xəlifə ol. Əleyhissalam qəbul eləmir. Əleyhissalam qəbul eləmir. Niyə? Çünki bunlar zülmdən beziblər, amma bunlar Həzrət Əli anlamırlar. Sadəcə olaraq yaşadığı, nə bilim, kimlərinsə əlindən beziblər. Onlara onunla münasibətdən beziblər. Zülmü başa düşüblər, gəliblər Əleyhissalamın qapısına. Həzrət Əli qəbul eləmir. Da bir yerə gəldi ki, artıq Həzrət Əliyə vəzifə oldu deyə Həzrət Əli bunu qəbul etdi. Qəbul edəndən sonra Allahın işinə baxanda siz Allah. Ki, vaxtında Həzrət Əli çağırır, gəlmirdi. İndi Həzrət Əli gəlib. Bunlar qəbul ediblər. Həzrət Əli gəlib. İndi Əli əleyhissalam istəyir ki, bunlarla nəsə bir iş həyata keçirtsin. Allah deyir ki, yox, Həzrət Əlinin şəhadət vaxtıdır. Əli əleyhissalam şəhadəti yetməlidir. Ya ilah, nə olar? Bunlar indi anlayırlar. Nəhrivan baş verib, Cəməl baş verib. Bu döyüş Siffin baş verib, döyüşlər baş verib. Bunlar yavaş-yavaş başa düşəcəklər, nə edəcəklər, az da olsa, necə? Yox, Allah deyir ki, Həzrət Əlinin şəhadət vaxtıdır. Bunlar əgər həqiqətən də imam başa düşüblərsə, Həzrət Əli yoxdur, İmam Həsən yerindədir. Görə İmam Həsənlə necə davranacaqlar? Məlum olduğu kimi İmam Həsəni də o yerə gətirib çıxartdılar ki, İmam Həsən axırda məcburi şəkildə Muaviyə ilə sülh imzaladı. Bunlar deməkdə məqsədim bilirsiniz nədir? Həmin Qədirxum hadisəsindən gəldik də bura. Allah və Peyğəmbər bildikdə Həzrət Əlini insanlara tanıtdırdılar. Həzrət Əliyə layiqincə qiymət verilmədi. Əli əleyhissalamdan sonra İmam Həsən gəldi. İmam Həsənə də layiqincə qiymət verilmədi. Tək qoydular meydanda. Ondan sonra İmam Hüseyn gəlir meydana. İmam Hüseyn gəlir, amma Kərbəla faciəsi bir dənə İmam Hüseyndədir də. Belə bir digər imamlarda bu cür bir faciə, hadisə yoxdur, vaqiə yoxdur. Niyə? Çünki artıq dövr dəyişmişdi. Hansı dövr idi bu? Muaviyə deyirlər çox siyasətçil adam idi. Həzrət Əlinin dövründə, İmam Həsənin dövründə. Muaviyə elə addım atırdı ki, insanların içərisində Həzrət Əliyə, ümumiyyətlə Allah övliyasına, Allahın höccətinə qarşı elə bir münasibət bəsləmişdi ki, düşmənçiliyi var idi ya öz yerində, amma elə aparırdı ki, düşmənçiliyini. Başqaları Muaviyənin zülmkar olduğunu, Muaviyənin hiləgər olduğunu, Muaviyənin Allahın Peyğəmbərin əhl-i beytinə qarşı səhv davranır kimi baxışları yaratmırdı insanlarda. Bu Muaviyənin əslində həmin o hiləgər siyasətinin nəticəsi idi. Amma Yezid onun kimi deyildi. Yezid nəyi var idisə qoydu ortaya. Bir növ desək, belə desək, hətta heç mən Muaviyəyə ağıllı insandır demək istəmirəm. Amma onların çapında desək, Yezid sanki Muaviyədən biraz daha ağılsız idi. Çox. Muaviyədən daha çox ağılsız idi. Ki, gətirdi artıq elə bir vəziyyət çıxartdı ki, İmam Hüseyn Kərbəla hadisəsini yaratmağa məcbur oldu. Niyə? Çünki gəlib bir xəlifədir, zülmkar xəlifədir, dinə əməl eləməyən xəlifədir, Peyğəmbər kürsüsündə əyləşib, hansı addımı atır, Peyğəmbərin davranışına yazılır bu. Hansı addımı atır, Həzrət Peyğəmbərin dininin adına yazılır bu. Yezid belə bir şeyləri həyata keçirtdi. İmam Hüseyn əleyhissalam baxdı ki, artıq burada susmaq vaxtı deyil. Qiyam olmasa, insanlar dini ilə bu cürdə başa düşəcəklər. Və İmam Hüseyn öz zamanına uyğun olaraq həmin o Kərbəla hadisəsini yaratdı. Və dedi ki, siz özünüz bilərsiniz, xilafətlə nə edirsiniz, eləyin, amma Allahın dininin sizə qarşılacağı yoxdur, sizə aidiyyatı yoxdur. Ki, bunu ayırdı.
Və biz bu günlərim gəlib oturub burada bu kimi məsələlər danışaraq, təbii ki, İmam Hüseyn əleyhissalam vasitəsilə ümumiyyətlə bu kimi məsələlər danışaraq yox, bu məsələlərdə də Allah lütf edir. Bəzi biz danışırıq, kimlərsə qulaq asır, kimlərsə dinləyir, nəyisə eşidir, nəyisə bilir. Bunun özü elə həmin o böyük hidayətə aparan yoldur. Həmin o böyük hidayətə aparan yoldur. Çox təşəkkür edirik sizə. Həqiqətən də elə çox geniş və təfərrüatlı məlumatlar verdiniz elə sualın ətrafında. İnanırıq ki, bu günlərdə, ələlxüsus bu hüzünlü matəm günlərində də tamaşaçılarımız üçün çox faydalı olacaq. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsi ilahi ibrətdir. Qonağımız isə ilahiyyatçı Ruslan Rəhimovdur. Ruslan bəy, söhbətimizin davamında bir maraqlı məqam yaranır. Əlbəttə ki, sizin elə çıxışınızdan da qeyd etdiyiniz çox məqam var. Çox dərslər var və çox təbəqələrə bölünür. Yəni, ən, belə deyək ki, bizim dərkimizə görə ən adisindən tutmuş ən alisinə qədər. Amma ümumilikdə götürsək, Kərbəla vaqiəsindən bizim alacağımız ən böyük ibrət nədir? Kərbəla vaqiəsindən bizim alacağımız ən böyük ibrət. Bildiyimiz kimi, Kərbəla hadisəsinin içərisində ibrətlər daha çoxdur ümumiyyətlə. Ümumiyyətlə, daha çox deyəndə ki, bütün nə gözəl ibrət desən, Kərbəla hadisəsinin içərisində var. Çünki İmam Hüseyn əleyhissalam elə bir addım atıb ki, bu addımı tarixən İmam Hüseyndən əvvəl və İmam Hüseyndən sonra demək olar ki, heç kəs atmayıb, ata da bilməyib də daha doğrusu. Çünki şərait, yaşadığı dövr, yaşadığı mühit bu şey üçün şərait yaratmayıb. Neyəyə ki, bir dənə bu məsələ İmam Hüseyn əleyhissalamın dövründə, zamanında baş verib və İmam Hüseyn əleyhissalam bunu insanlara göstərib. Ki, nə qədər ibrət desə götürə bilər idi İmam Hüseyn əleyhissalamın həmin bu Kərbəla hadisəsindən. Biz Kərbəlada fədakarlıq görürük. Ümumiyyətlə, ailə ilə necə münasibət ailəyə bəslənilməlidir, görürük. Xanım Zeynəbə İmam Hüseynin tövsiyələri var. Ondan o tərəfə İmam Hüseyn əleyhissalamın öz övladları ilə, Həzrəti Əli Əkbəri meydana göndərəndə onun dediyi sözlərlə. Təbii ki, bu tək Kərbəla hadisəsinə bağlı deyil. Kərbəla hadisəsindən əvvəl də İmam Hüseynin həyatında ailəsi ilə, övladları ilə, onlar imamdırlar, bilirlər necə davranmaq lazımdır, necə gözəl şəkildə davranmaq lazımdır. Hətta Həzrəti Əbəlfəzə öz qardaşına qarşı İmam Hüseyn əleyhissalamın münasibətini biz görürük ki, bunlar hamısı bizim üçün ibrət dolu hadisələrdir ki, İmam Hüseyn bu addımları Kərbəlada atıb. Bu hadisələri Kərbəlada atıb. Ondan sonra biz İmam Hüseynin ədaləti necə bərqərar etmək olar? Bu məsələni müşahidə edirik ki, biz Kərbəlada ədalət necə olmalıdır? Bunu müşahidə edirik. Biz İmam Hüseyn əleyhissalamdan azadlıq dərsi öyrənirik. Azadlıq dərsi öyrənirik. Ümumiyyətlə, azadlıq nədir? Azadlıq nədir? Mən kitabların birində rast gəlmişdim bu fikrə. Düzü indi ağlıma gəlir deyə deyimdə. Bir dəfə bir kitabda belə oxumuşdum ki, azadlığı tərif edəndə belə deyirdi ki, azadlıq sənin istədiklərinin hamısını həyata keçirəcəyin işlər deyil. Azadlıq o şeydir ki, sən özünə hədd qoymağa bacarırsan. Azadlıq o şeydir ki, hədd qoymağa bacarırsan. Necə? Bir insan istədiyi hər bir şey həyata keçirdirsə, bu onun nəfsindən qaynaqlanan bir şeydir. Deməli, azad deyil. Amma özündən çıxıb, mən dairəsindən kənarlaşıb, hansısa bir qadağaları özünə qoya bilirsə, əsl azadlıq əslində budur. Ki, mən o qədər zəif adam deyiləm ki, ən azından öz istədiklərimin də hamısını həyata keçirdim. Azadlıq budur. Biz İmam Hüseyndən bu ibrəti də, bu dərsi də alırıq. Ki, və bu gün elə bilirəm ki, bütün dünyaya doğrudan da Kərbəlanın həmin o ibrətli hadisələri bir dərsdir və bütün dünya İmam Hüseyndən öyrənməlidir bunu. Kərbəladan bu ibrətləri öyrənməlidir. Çünki
öyrənmədikcə dünya batacaq. Böyük iddiadır. Öyrənmədikcə dünya batacaq. Necə? Ya, dünya o yerə gəlib çatacaq ki, tamamilə zülm, fəsad, heç yaxşılıqdan heç bir əsər, əlamət qalmayacaq. Allahın sonuncu höccəti gələcək, hidayət edəcək. Ya da ki, insanlıq o qədər çətinliyə düşəcək ki, ağıllar yetkinləşəcək və bu yetkinləşmə nəticəsində insanlar ola bilsin doğru davrana bilməsinlər, amma bir doğru, dürüst şəxsə, onlara doğru yolu göstərəcək şəxsə ehtiyac duyduqlarını hiss edəcəklər ki, imamın zuhuru onda baş verəcək. Hə, bu formada. Ya belə, ya belə. Hər bir halda. Amma nə yaxşı olar ki, ora qədəricəsində biz İmam Hüseynin Kərbəlasından bu ibrətlərin hamısını götürək. İmam Hüseynin Kərbəlasından bu hadisələrlə biz ibrət çıxardaq, nəticə çıxardaq və çalışaq ki, ona uyğun davranaq. O forma, həyatımızı onun üzərində quraq. Və İmam Hüseynin hadisəsi də yalnız və yalnız şəhidlik məktəbi deyil. Tək şəhidlik məktəbi deyil. İmam Hüseyin əleyhissalam şəhidlikdən çox yaşam tərzi öyrədir insana. Yaşam tərzi öyrənir. Niyə? İmam Hüseynin fədakarlığı nədəndir? Bayaq dedik ki, məsələn, bir ibrətin biri də həmin o fədakarlıqdır da. İmam Hüseynin fədakarlığı nədir? Gedib özünü, balalarını o formada, Kərbəlada şəhadətə yetməsinə razı olub ki, xanımlarının əsir düşməsinə o formada razı olub ki, insanlıq yaşayışını düzəldə bilsin. Yəni, insanları yaşatmaq üçün öz canından keçdi. İnsanları yaşatmaq, yaxşı yaşatmaq üçün. Biri var yaşatmaq, biri var ki, yaxşı, ən gözəl şəkildə insan necə yaşaya bilər? İmam Hüseyin getdi, bunun üçün özünü fəda elədi. Özünü övladları ilə birlikdə, ailəsi ilə birlikdə getdi, özünü fəda elədi. Ki, biz yaxşı olar ki, bu məsələlərdən ibrət götürək, bizim üçün ibrət olsun. Və bizim ehtiyacımız olmasın, nə o çox zülmə ki, dünya zülmə batsın, nə də ağılların yetkinləşməsi məsələsinə ki, imamın zuhuru dedik ki, bu iki məsələdən biri daha hansısa biri həyata keçəcək. İndi düzdür, çox fikir bunun tərəfindədir ki, ağıllar yetkinləşəcək. Amma bu baş verməsə o baş verməlidir də. Bunun başqa variantı yoxdur. Amma biz Kərbəladan bu gün onları düzəldə bilərik. Və İmam Hüseyin əleyhissalamın Kərbəlası həmin o Quranın vəd etdiyi bir dünya ki var, yeryüzü salihlərin mirasıdır. Bəli. Yeryüzü salihlərin mirasıdır. Bu nə anlamdadır? Ümumiyyətlə, yeryüzündə zülmkar olmayacaq. Təbii ki, zülmkar da olacaq. İblisin işi qiyamətə qədərdir də. Bəli. Qiyamətə qədər iblisin işi var. Ona görə də insanları aldatmaq ehtimalı da var bunun. Zülmkarları da, insanların zülm etmə ehtimalı da var. Amma məsələ nədən ibarətdir? Bugünkü haqqın səsi lazım olacaq qədər dünyaya çata bilmir, amma batilin səsi lazım olacaq qədər çata bilir. Bu kimi məsələlər həmin o dövrdə demək olar ki, hakimiyyət bunların olacaq. Haqq deyənin olacaq söz. Haqq deyənin sözü daha çox eşidiləcək. Batilin işi həyata keçməyəcək. İndi təbii ki, bunun hamısı İmam Zaman dövründə məsələlərin hamısı bəhs olunur ki, İmam Zamanın dövründə necə baş verəcək, batillə imam necə davranacaq, o adamın ki fəsad olacaq, o adamın ki fəsad olmayacaq, ictimai fəsad törədənlər təbii ki cəza çəkməlidir, ictimai fəsad törətməyəndən imamın belə başa düşürəm ki, o qədər də işi yoxdur. Çünki ictimai fəsad törətməyən bir şəxslə imam neynəsin ki, məsələ ictimaiyyətin korlanıb korlanmamasıdır ki, elə bu biz Peyğəmbərin zamanında da bunu müşahidə edirik. Həzrəti Peyğəmbərin zamanında biz görürük ki, Həzrəti Rəsulullah bir şəxs var ki, onun barəsində qəti şəkildə qərar verib. Biz baxırıq ki, amma məsələn də Bədir döyüşündə əsirlər ki var idi. Bu əsirlərin barəsində Həzrəti Peyğəmbər bir yolla onları azad etmək istəyirdi. Bəli. Niyə? Çünki Həzrəti Peyğəmbər rəhmət Peyğəmbəridir və bu insanlar sıradan şəxslərdilər. Hansısa bir yolla bu ifadəni deyim daha təsirli olsun, amma təbii ki düz mənada. Yəni sanki Həzrəti Peyğəmbər bəhanə axtarır ki, bunları azad eləsin. Səhv eləmirəmsə 70 nəfərdə həmin o əsirlər var idi. Orada hökmü nədən ibarət olur? Deyir ki, bilənlər bir bilən 10 müsəlmanı öyrətsin, elm öyrətsin, azad olsun.
O adam ki, elmi yoxdur, imkanı var, maddi durumu yaxşıdır, təzminat ödəsin, maddi pul ödəsin, canını azad eləsin. O adamın ki, nə elmi var, nə imkanı var, bunların heç biri yoxdur da, ümumiyyətlə belə azad edirəm. Bir yolla Həzrət Peyğəmbər bunları azad edir. Bu Həzrət Peyğəmbərin addımlarıdır. Amma bəzi məsələn şəxslər var ki, Həzrət Peyğəmbər görür ki, onların barəsində təkdir, o adam təkdir. Amma Həzrət onun barəsində qəti qərar verib ki, bu adam ölməlidir. Məsələn, xüsusən də biz bunu tarixdə şairlərin barəsində müşahidə edirik. Həzrətin bu davranışını şairlərin barəsində müşahidə edirik. Necə? Şairlər, şeiriyyat sənəti ümumiyyətlə çox təsirli sənətdir axı. Təsirli sənətdir. Və elə mövzu İmam Hüseyndir və elə bunu da deyim də, İmam Hüseynin əzadarlığında ki, biz mərsiyə deyilir, roza oxunur. Bunun hamısı biz Əhl-i-Beytin həyatında da görmüşük ya bunu məsumlardan ki, İmam Hüseyn üçün əzan məclisi qurublar. Xüsusən bu işi bacaranları da gətirib ona ənam veriblər ki, İmam Hüseyn üçün oxusun, roza desin, mərsiyə desin. Bunun hamısı bir vaxt söz danışıq gözəldir. Gözəldir, insanlara nitq söyləmək, bu məsələləri açıqlamaq gözəldir. Amma təsir baxımından götürsək, bilən şəxslər üçün məddahın və yaxud da mərsiyənin, rozənin sözləri daha təsirlidir. Şairin şeiriyyatı daha təsirlidir. Çünki onu bir xüsusi bir metodla insanlara təsir qoyur. Və Peyğəmbər dövründə həmin bu şairlərdən də var idi. Ki, amma Peyğəmbərin əleyhinə təbliğat aparırdılar. Həzrət Rəsulullahın əleyhinə təbliğat aparırdılar. Biz bu təbliğat, baxırıq ki, Həzrət Peyğəmbər onların barəsində qəti qərar verir. Ki, bunlar mütləq şəkildə ölməlidir. Niyə? Çünki ictimai fəsad yayırlar. Bir var ki, həmin o əsirləri götürək. İndi mən bir nümunə oradan çəkmişəm. Nə qədər belə misallar var. Bədirdə əsir düşənləri götürək. Həzrət Peyğəmbər hətta onların qarşılığında heç bir şey istəmədən onları azad edir. Çünki bunlar nə şair deyirlər, nə hakimiyyətləri yoxdur. Hər hansısa bir fəsad həyata keçirə biləcək adamlar deyirlər. Sadəcə əmir quludurlar. Əmir gəlib bunlar döyüşə gəlməlidirlər. Vəssalam, bu qədər icazə. Bunların ictimai bir fəsadı yoxdur. Amma şairin ictimai bir fəsadı var deyə Həzrət Peyğəmbər onların barəsində qəti qərar verir. Nə vaxt onlara da bunu güzəştə gedərdi? Cəmiyyət ağıllı cəmiyyət olsaydı. Cəmiyyət ağıllı cəmiyyət olsaydı, Həzrət Peyğəmbər onların barəsində də bu barədə güzəştə gedərdi. Amma cəmiyyət o yetkinlikdə deyil. Hansısa bir şairin dediyi sıradan bir sözlərə də aldanacaq qədərdir deyə Həzrət Peyğəmbər onların fəsadını aradan aparır. Çünki bunlar hidayət olacaq deyirlər. Və hidayət olmamaqlarından əlavə başqalarını da azdırırlar. Ona görə də Həzrət onların barəsində qəti qərar verir. Amma İmam zamanında demişik ki, bu hadisə təbii ki, belə olmayacaq da, söz sahibi haqlılar olacaqlar, Və Kərbəladan alacağımız ibrət buradan gəlmişik də məsələyə ki, bu ibrətlərdən biri də bu olsun ki, biz ümumiyyətlə yaşayışımızı düzəldək və həmin o kimi məsələlərə razı olmayaq. Və bir də İmam Hüseyn əleyhissalamın Kərbəlasından alacağımız ibrətlərdən biri də İmam Hüseynin elə bilirəm ki, ibadətə verdiyi önəmdir. İbadət deyəndə tək namaz, oruc nəzərə gəlməsində, ümumiyyətlə bunların içərisində nələr ibadət hesab olunur? Zikr ibadətdir də, Allahın zikr ibadətdir də. Ki, ümumi ruzi qazanmaq ibadətdir, Allah xatirinə olsa, başqasına yaxşılıq eləmək, Allah xatirinə olsa, təbii ki, bunun özü də hamısı ibadətdir. Ümumiyyətlə, biz bütün həyatımızı nəinki ancaq elm oxumaq, nəinki ancaq namaz qılmaq, bu kimi şeylərlə yox. Ümumiyyətlə, elə qurbətən ilallahla həyata keçirdiyimiz işlərin hamısı təbii ki, bir şərt bundan ibarətdir ki, halal iş olsun. Allahın haram buyurduğu işlərdən uzaq olaraq biz bunların hamısını ibadətə çevirə bilərik. İmam Hüseyn əleyhissalam da Kərbəlada bunu elə bilirəm ki, daha çox göstərdi və həqiqətində bugünkü dünyanın buna çox ehtiyacı var. Çünki mənəviyyatsız bir dünya nə qədər inkişaf edirsə eləsin, insanlıq baxımından irəli getməyə bacarmayacaq da təbii ki. Texnologiya nə qədər inkişaf edir eləsin, bu insanın dadına yetmir. Çünki ortada insan faktoru var. İnsan təkcə maddi dünyadan ibarət deyil, insan elə mənəvi dünyadan ibarətdir. Mütləq şəkildə iki ünsürdən ibarətdir də insan. Bir insanın maddi tərəfi, bir də mənəvi, ruh tərəfi var ki, biz maddiyyatı nə qədər təmin eləyək, mənəviyyatı bəzən nəzərdən qaçırıq. Amma İmam Hüseynin Kərbəlasından alacağımız ibrətlərdən biri də budur ki, biz
İmam Hüseynin ibadətə verdiyi önəmə baxaq. Verdiyi önəmə baxaq. Çünki bunun vasitəsilə deyə bilirəm ki, dünya islah ola bilər. Dünya islah ola bilər. Kərbəlada o cür mərəkənin içərisində biz baxırıq ki, İmam Hüseyin düşməndən möhlət istəyir ibadət eləmək üçün bir gecə. Allah ibadət eləsin. Baxın, insanın canı təhlükədədir. Ki, həmin o gecə, Aşuranın gecəsi ətrafındakılar demişdi, sabah nə hadisə baş verəcək. Hətta onlar ki, qaldılar, sınaqdan çıxdılar, ondan sonra ümumiyyətlə, əvvəlcə onların boynundan beyyəti götürdü və dedi, heç bir məsuliyyətiniz yoxdur sizin. İndi siz məni tək qoyub, burada, bu meydanda tək qoyub getsəz, Allah sabah sizdən qiyamətdə sorğu-sual soruşmayacaq. Bu beyyəti onların üzərindən götürdü, amma onlar təbii ki, öz vəfadarlıqlarını bildirəndən sonra onların sabahki hadisələrlə tanış elədi, onların cənnətdəki yerlərindən danışdı, bu kimi məsələləri onlara bildirdi, hətta dilə göstərdi. Bəzən hətta dilə ki, cənnətdəki yerlərini onlara göstərdi ki, bunların içərisində az yaşlısından tutmuş, ta 9 yaşlısından tutmuş 90 yaşına qədər şəxslər var idi. Ağ dərili, qara dərili, fərq eləməzdi. İmam Hüseyin Allahın hüccətidir. Bunlar İmam Hüseyin üçün bu kimi məsələlərin önəmi yoxdur ki, əsas məsələ Quranın buyurduğu kimi təqvadır. Təqvadır, imandır. Ki, İmam Hüseyin həmin o mərəkənin içərisində insanlara ibadətin nə qədər önəmli olduğunu göstərdi. İbadətinin nə qədər önəmli olduğunu göstərdi ki, belə başa düşürəm ki, ümumiyyətlə İmam Hüseynin Kərbəlasında alacağımız ibrət dərslərində elə bu kimi məsələləri də saymaq olar və artırmaq da olar təbii ki. Dediyim kimi, nə qədərdir? Sadəcə nəzərimə gələn qədər izəsini. Əlbəttə. Yəni, xülasələşdirsək, sözün əsli mənasında bizim Kərbəla vaqiəsindən ala biləcəyimiz ən böyük örnək, nümunə, ibrət odur ki, əsl, həqiqi mənada bəndə olmaq. Mütləq şəkildə. Təşəkkür edirik sizə. Ruslan bəy, yekunda bütün mövzumuzu xülasələşdirsək, biz Kərbaladan aldığımız ibrətləri, dərsləri, örnəkləri, nümunələri müasir dövrdə, müasir texnologiya və düşüncə dövründə necə tətbiq edə bilərik həyatımızda? Xülasə olaraq əlbəttə. Bütün o əvvəldə danışdığımız məsələlərin hamısı təbii ki, elə buna bu məsələyə gətirib çıxarır. Biz məsələləri niyə danışırıq ümumiyyətlə? Danışırıq ki, biz bugünkü, indi Allahın verdiyi ömür də 60 ildir, 70 ildir, 80 ildir, hər nədirsə. İnsanlar indi bu günlərim ömürlər də qısalıb demək olar. Nə ömür veribsə, bu ömrün hamısını gözəl şəkildə yaşayaq. Allaha bəndə olmağı bacaraq. Şeytana yox deyək, nəfsimizə yox deyək, Allah istəyən kimi bəndəçiliyimizi icra edə bilək. Əbd olaq, əbd. Danışdığımız məsələlərin hamısı təbii ki, hədəfli şəkildə buna doğrudur da. Çünki insanın yaranışının əsas hədəfi bundan ibarətdir. İnsanın yaranışının əsas hədəfi bundan ibarətdir ki, həmin o dini rituallar ki var, əməllər ki var, bunlar hamısı bütün peyğəmbərlər ki danışıb, deyib, yalan danışmayın, qeybət eləməyin, namaz qılın, oruç tutun, insan nə bilim, hansı yaxşı, nə qədər yaxşı iş təsəvvür eləsək, bunlar hamısını ki tövsiyə edilir, bunlar hamısı müqəddimədir insan mənəviyyatda yüksək yerləri fəth eləməsinə, yəni kamil insan olmasına. Bunlar hamısı ona müqəddimədir təbii ki. Və biz də bu günlərin bunun üçün çalışırıq təbii ki. Bu söhbətimizin özü də bizim ki, biz istəyirik ki, kimsə buna baxacaqsa və buradan bir kəlmə nəsə görəcəksə, buna doğru addımlasın və biz özümüz də çalışırıq ki, oxuyuruq, öyrənirik, bilirik, danışırıq ki, bunun vasitəsilə özümüz də o yerə çata bilək. Və həmin bu danışdığımız hadisələr ki var, o hadisələrin hamısı təbii ki, bizim üçün ibrətdir və bu ibrətlər bizi bu günə tətbiq eləsək, dünyamızı abadlaşdıracağıq, dünyamızı islah edəcəyik və islah olmuş bir dünyada yaşamaq indiki qədər də çətin olmayacaq təbii ki. İstər maddi baxımdan, istər mənəvi baxımdan, hər bir halda ki, həmin o, yəni bir məsələni qeyd eləmək istəmirəm xüsusilə ki, filan məsələni biz bugün gətirək, tətbiq edək. Yox, ümumiyyətlə bu danışdığımız məsələlərin hamısı ki var, bunların hamısı birlikdə bu günə tətbiq edə bilsək, dünyamız və axirətimiz təbii ki, abad olar. Ruslan bəy, çox təşəkkür edirik sizə. Həqiqətən də çox təfərrüatlı, detallı və geniş mənada cavablandırma etdiniz və inanırıq ki, bu faydalı nöqtələrdən, faydalı məlumatlardan tamaşaçılarımız da faydalanacaqlar. Ələlxüsus bu özəl xüsusi günlərdə və onlar da öz həyatlarında sizin qeyd etdiyiniz məqamları tətbiq edib,
kiçik də olsa öz həyatlarında bir rifah yaratmış olacaqlar. Biz də budur Allahın köməkliyi ilə inşallah. İnşallah. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Mən də sizə ümumiyyətlə öz təşəkkürümü bildirəm məni dəvət etdiyiniz üçün. Var olasınız. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəal Allah hamımıza, bütün Əhl-i-Beyt sevərlərə və haqpərəst insanlara həqiqi mənada Kərbəla vaqiəsindən ibrət, örnək, dərs götürməyi və öz həyatımızda tətbiq edib bəndəlik cəhətindən rifaha çatmağı nəsib etsin. Növbəti buraxılışlara dək Allah amanında.